Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel akibetu littegva vel yakin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve tabibi kulubina ve şefi'iz zunubina Ebil Kasimi Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ala Muhammed ve ala ahli beytihi teyyibin tahirin el-ma'sumin el-mukerremin siyyemel hudca bakiyetillahi fil aradin ve la'nu ala a'daihim ecma'in ila qiyam yevmiddin amma ba'd qalallahu al-hakim في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي صدق الله العلي العظيم أوصيكم ونفسي بتقوى الله. Sizi və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Allahın salamı olsun əziz əzizlərin üzərinə. Allah Teala bu mübarək cümə gününün xeyrindən, bərəkətindən bizləri bəhrəmənd eləsin. Mübarək Şaban ayının günlərin yaşayırıq. Artıq 10 günü geridə qoymaq çalışırıq. Allah Teala'ya həmd və sənalar olsun ki, həm Rəcəb ayını, həm Şaban ayının bu ilk 10 günlüyünü bizim ömrümüzə həftə-zəbt eləyib. Və keçən cümədə dediyimiz kimi Şaban ayı elə bir aydır ki, burada mövludlarla zəngin bir aydır. Həzrəti İmam Hüseyin əleyhissalamın, Həzrəti Əbəlfəzl Əbbas əleyhissalamın, İmam Zeynul Abidin əleyhissalamın və eyni zamanda İmam Hüseyin əleyhissalamın Kərbəlada gənc şəhid olan Əli Əkbər ağanın da mövlud günü Şaban ayına, bu günlərə xüsusən Şaban ayının 11-i İslamda gənclər günü kimi qeyd olunur. İslamda Həzrəti Əli Əkbər ağanın mövludu gənclər günü kimi, belə deyək, müsəlmanlar tərəfindən, möminlər tərəfindən həyata keçirilir, qeyd olunur. İslam dünyasında Həzrəti Əli Əkbər ağa anadan olduğu gün gənclər günüdür. Və bu ad altında həmin günü dediyimiz kimi qeyd eləyirlər. İlk növbədə bu münasibətlə bütün müsəlmanları, bütün gəncləri təbrik eləyirik. Xüsusən ağamız, mövlamız, zamanı imamımızı təbrik eləyirik. Allah Teala Həzrəti Əli Əkbər əleyhissalamın ağanın inşallah ki, şəfaətindən bizləri binəsib eləməsin. Çünki Əli Əkbər, Həzrəti Əli Əkbər ağa Həzrəti İmam Hüseyin əleyhissalamın övladıdır. Gənc yaşlarında Kərbəla şəhidləri sırasında qərar tutub və öz gənclik çağını Həzrəti İmam Hüseyin əleyhissalama fəda eləyib və o gündən bu tərəfə o Həzrətin insanların qəlbində, məxsusən cavanların, gənclərin ürəyində xüsusi bir yeri var. Və ağanın doğum günü ərəfəsidir deyə, həm də İslam aləmində bu mövlud günü gənclər kimi qeyd olunur deyənə, elə buna görə bir neçə kəlmə istədim ki, hər iki xütbədə müəyyən məsələlərə toxunaq, xüsusən də gəncliklə bağlı. Və hədislərə əsasən Həzrət əleyhissalamın, Peyğəmbərin və yaxud da elə Allahın özündən hədisi qüdsülər var ki, gənclər haqqında tövsiyələr var. Əvvəla hamımıza məlumdur ki, gənclik, cavanlıq Allahın böyük bir neymətidir. Allah Teala çoxlu sayda insanlara neymət bəxş eləyib və onlardan biri də gənclikdir. Gənclik neymətidir ki, ömrün baharı sayılır. Gənclik dövrü hər bir insan üçün və elə bir dövrdür ki, belə deyək, gənclik dövrü uşaqlıq dövrü ilə qocalıq dövrünün arasında qərar tutur.
və ömrün də zirvəsi sayılır. Bir insan ömrünün zirvə nöqtəsi onun o gənc çağlarıdır, gənclik dövrüdür. İnsanın ömrünü 3 hissəyə bölsək, uşaqlıq, gənclik və qocalıq, onların içərisində ortada gənclik dayanır. Gənclik dövrü də insanın ən zirvədə olan vaxtlarıdır, zirvəsi sayılır. Cavanlığa qədər yol sanki dağa çıxmış və yaxud da dağa çıxan bir insana bənzəyir. Və cavanlıqdan sonraki dönəm isə, qocalıq dövrəmi isə insanın dağdan düşməsinə bənzəyir. Cavanlıq isə həmin o zirvədə qərar tutan şəxsə bənzəyir ki, deyirlər ömür kimi o da insana bir dəfə verilir. İnsana ki, necə ki, ömür bir dəfə verilir, deyirlər, cavanlıq və yaxud da digər dövrlü uşaqlıq, qocalıq da insana bir dəfə verilir. Yəni, insan ömrü 3 hissədən ibarətdir. Uşaqlıq dövrü, cavanlıq dövrü və bir də qocalıq dövrü. Hər dövr insana ömür kimi bir dəfə verilir və bizdən də istənilən budur ki, bu dövrün içərisində məxsusən cavanlığın qədrini bilək. Heç hədislərdə gəlməyib ki, məsələn, uşaqlığınızın qədrini bilin. Hədislərdə yoxdur ki, məsələn, qocalığınızın qədrini bilin. Amma gəlib ki, cavanlığınızın qədrini bilin. Peyğəmbərdən, imamlardan tövsiyələr var ki, cavanlığınızın qədrini bilin. Əgər belə bir tövsiyələr varsa da, qocalıq və yaxud uşaqlıqla bağlı, cavanlığımızın qədrin bilin tövsiyəsi qədər əhəmiyyətli vurğulanmayıb olar. Cavanlıq dövrüdür ki, hədislərdə gəlib, hətta ayələrdə gəlib ki, əleyhissalam buyurur ki, 2 şey var ki, onun qədrini, qiymətini itirəndən soruşun. Deyir, biri salamatçılıqdır, sağlamlıqdır, onu xəstədən soruşun. Bir də cavanlıqdır ki, onu yaşlı adamdan, qoca adamdan soruşun ki, cavanlıq nə deməkdir? Və hədislərdə gəlib ki, bu dövrdən müğayət olun. Bugün elə Həzrəti Əli Əkbər ağanın mövludu ərəfəsinə təsadüf edir deyənə hədislərdə gəncliklə bağlı bir neçə tövsiyə oxuyacam, hədislərdən oxuyacam. Rəvayətlərdə var ki, inşallah zəmanə imamı Əccülfərəcə zühur eləyəndə onların köməkçiləri içərisində, ağanın səhabələri içərisində qoca olmayacaq, yaşlı adam olmayacaq. Hamı cavan olacaq. Əshab-ı Məhdi şəbəb deyir, Həzrət Məhdənin səhabələri, Mehdinin səhabələri hamısı cavandır. Lə kuhulə fihim, onların içərisində qoca yoxdur. Onların içərisində qoca yoxdur. Baxırsan, İslamın əvvəlinə elə görünür ki, Həzrət Peyğəmbərə ən tez iman gətirənlər cavanlar olublar. İslamın əvvəlinə baxırsan, görürsən ki, Peyğəmbərə ən tez iman gətirənlər cavanlar olublar. Peyğəmbərin ətrafında cavanlar çox toplaşıblar. Hətta o cavanlar ki, ataları, babaları Həzrət Peyğəmbərə qarşı olublar, amma özləri Həzrət Peyğəmbərə iman gətiriblər. Baxmayaraq ki, ataları, babaları Peyğəmbərin əleyhinə olublar, bunlar Həzrət Peyğəmbərə belə deyək, düşmən olmayıblar, iman gətiriblər. Onların ataları, babaları Peyğəmbərlə düşmənçilik idi, amma cavana baxırdın ki, gəlir Peyğəmbərə iman gətirir. Bunun səbəbləri var. Ona görə deyiblər ki, cavanlığınızdan müğayət olun. Məsəl üçün, tarixdə var, Əbu Cəhli ki, tanıyırsınız, Əbu Cəhl kimi insanın övladı Əkrəmə adında bir övladı olub, o Peyğəmbərə iman gətirib. Baxmayaraq ki, atası Həzrət Peyğəmbərlə düşmənçilik eləyirdi. Həmin o Əkrəmənin bir qardaşı olub, o Həzrət Peyğəmbərə iman gətirib. Baxmayaraq ki, ataları Həzrət Peyğəmbərlə, belə deyək, düşmənçilik eləyirdi. Hətta Peyğəmbərə yazırlar, o qədər cavanlar iman gətirmişdilər ki, o qədər cavanlar iman gətirdilər ki, Əbu Süfyan, tanıyırsınız da, Əbu Süfyan deyir cavanlara, dedi ki, siz bizim başımızı yerə saldınız, bizi utandırdınız. Yəni, biz ki, bir mövqeyi tutmuşduq Peyğəmbərə qarşı, siz onu vurdunuz, darmadağın elədiniz, bizim tutduğumuz mövqeyi puç elədiniz. Bilirsiniz də, Əbu Süfyan Peyğəmbərin qatı düşmənlərindən biri idi, Muaviyyənin də atası idi.
Deyir, o qayıdır, deyir ki, siz deyir, bizim belə utandırdınız, siz bizim boyumuzu yerə soxdunuz, belə deyək, cavanlara deyir. O qədər Peyğəmbərə cavanlar, belə deyək, iman gətirmişdi. Cavanın hidayət olması tez başa gəlir. Nəinki yaşlı insanın. Məsələn, bugün də var, günümüzdə var, insanlar var. Məsəl üçün, bir cavandır, hidayət olub, hidayət yolunu tutub, özünə bir dənə məclis qurmaq istəyir. Məsələn, xeyir iş eləmək istəyir. İndi yaşlı olan evdə və yaxud da ondan biraz böyük olan deyir ki, sən bizi utandıracaqsan. Niyə? Sən filan cür məclis həyata keçirmirsən, biz gedmiş yola məclisində filan cür olub, indi sən belə eləyirsən, sən mənim, belə deyə, papağımı saldın yerə. Başa düşmür ki, bu cavan haqqın yolunu tutub, haqqın yolla gedir, Allah buyurandır, əsas kim səndən küsürsə küssün, əgər haqqa görə küsürsə, belə deyək, haqqın uğrunda kimsə səndən inciyirsə, qoy incisin. Haqqa görə utanacaqsansa, haqqa görə sənə salam verməyəcəklərsə, Allahın buyurduğuna görə salam verməyəcək, qoy verməsin. Qoy sən haqq Allaha görə pis adam ol. Onun nəzərində, ya. Yəni, baxırsan, görürsən ki, mətinlər fərqli olsa da, Əbu Süfyanın o dediyi sözlə, bunların sözləri, mətinləri fərqli olsa da, məzmun eynidir. Məzmun görürsən ki, eynidir. Nə var? Çünki cavan tez hidayət olub. Onun hidayətə, haqqa meyli çox asan başa gəlir. Deyirlər ki, hədislərdə var, İnnəmə qalbul hədəs qal-ardil xaliyyə. Deyir, cavan, yeniyetmə insanın qəlbi əkilməyən boş sahə kimidir. Əkilməyən boş sahə kimidir. Mə ulqiyə fiyhə min şeyin qabiləthu. Deyir, ora nə atsın, hansı toxumu atsın, o dəqiqə düzərəcək. Ora hansı toxumu atsın, o dəqiqə başlayacaq düzərməyə. Çün mümbitdir, çün safdır, təmizdir, qəbul eləməyə hazırdır. Qəbul etdiyini o dəqiqə düzəltməyə, inkişaf elətdirməyə hazırdır. Əkilməyən sahə kimi də bizdə deyilər, xam torpaqdır. Ona görə o yetişdirməyə, inkişaf elətdirməyə, düzəltməyə hazırdır. Ona görə buyurur ki, gəncliyinizdən müğayət olun, ehtiyatlı olun. Neyniyək bəs? Buyurur ki, yaxşı adətlər öyrənin, yaxşı ədəb öyrənin, yaxşı əxlaq öyrənin, pis vərdişləri özünüzdən kənarlaşdırın, yaxşı adətlər, yaxşı vərdişlər özünüzə təlqin eləyin, təmrin eləyin ki, qocalıqda bu çox çətin olacaq. Həqiqətən də belədir. Hətta Mövləvi Cəlaləddin Ruminin bir dənə yazdığı təmsil kimi var. Çoxunuz da eşitmişsiniz onu. Deyir, bir günləri bir cavan gəlir, insanların gediş-gəliş yolunun üstünə bir dənə tikan əkir. Ağsaqqallar, böyüklər, indi məsləhət elm sahibləri deyir ki, o insanlara əziyyət verir, gəl sən o tikanı çıxard oradan. Deyir, budur ki, sabah çıxardaram, sabah olur 5 gün olur, 1 ay olur, illər keçir. İndi vaxt keçəndən sonra gəlir ki, o tikanı oradan çıxarsın. Nə bunda o cavanlıq qalıb, gücü qalıb ki, o tikanı çıxarsın. O tikan da kök salıb artıq orada möhkəmlənib. Vaxt var idi, təzə əkilmişdi, o hələ kök salmamışdı torpağa. Onu belə daşsaydın çıxacaqdı. Bunda da həmin enerji var idi, güc var idi, cavanlıq enerjisi. İndi bu qocalıb, yaşlaşıb, əldən düşüb, gəlir ki, indi o tikanı oradan çıxartsın. O tikan gücləşib, bu zəifləyib. Bunda olan enerji yoxdur. İndi o tikan enerjilidir, bu ondan zəifdir, çıxarda bilmir. Yəni, içində insanın tikan kolları var. Buradan məqsəd budur. Burada deyir ki, insanın içində tikan kolları var. Həsəd kimi, paxıllıq kimi, tamah kimi, təkəbbür kimi, şəhvət kimi. Deyir, bu kolları cavanlıqda insan çıxardıb atdı. Atıbsa atıb. Ata bilməyibsə, qocalıqda deyir, çox çətin olacaq. Ona görə də pis vərdişləri deyir ki, özünüzdən uzaqlaşdırın. Yaxşı əxlaqi dəyərləri özünüzdə bacardığınız qədər özünüzə təlqin eləyin.
Fikirləşməyin ki, qocalıqda mən bu işi görürəm. O tikanın məsələsinə dönəcəkdir, çox çətin olacaq. İnsan beynini belə deyək, lazımsız məlumatlarla doldurur, lazımsız informasiyalarla, məlumatlarla doldurur. Qocalıqda 60 yaşı çatır, istəyir namaz qılsın, diqqət eləyin, istəyir namaz qılsın, həmd-i surəni əzbərləyə bilmir. Həmd-i surəni əzbərləyə bilmir. Başlayır bəhanələr gətirməyə. Deyirsən, ibadət elə, namaz qıl. Deyirsən, sözləri yadında qalmır, axı. Deyirsən, sözləri yadında qalmır, icazə var. Tut əlində oxu. İkinci bəhanəyə bax. Gözüm yaxşı görmür, axı. Deyir, gözün yaxşı görmür, aç qitaq. Bu nədən ibarətdir? Çünki insan vaxtında lazımsız işlərlə məşğul olur, yorulur, ruh yorulur, bədən yorulur, istər-istəməz. Lazımsız məlumatlar, lazımsız işlər, vərdişlər. İndi istəyir ki, lazımlığını eləsin, gücü qalmır. Çünki o lazımsızlar bunu əldən salıblar. Ayaq üstə dura bilmirəm, axı, şəriət deyir, oturan yerdə qıl. Oturub qıla deyir, uzanan yerdə qıl. Gelin Risaliyə baxsınız, görəcəksiniz də hamısı var. Biri, məsələn, təharəti mən pakılığımı saxlaya bilmirəm, axı, deyir, Risalədə onunla da bağlı hökm var. Aç, oxu, bax. Yəni, hansı halda olursansa ol, bu yaxşı əməli yerinə yetir. Yaxşı əməli yerinə yetir. Söz burada ki, bunları niyə gətirir, bəhanə eləyir adam? Ona görə gətirir ki, gözün nurunu, ondan sonra da zehni, yaddaşını o qədər lazımsız yerlərə xərcləyib ki, bir adı deyimiz kimi. İndi gəlir bu məsələlərdə başlayır büdrəməyə. İndi taqəti yoxdur. Pis vərdişlərə gözünün nurunu qurban verib. Pis vərdişlərə bədənin taqətini, ruhun taqətini qurban verib. İndi taqəti yoxdur. Enerji yoxdur. O qüdrət qalmayıb. O güc qalmayıb. İndi yaxşı vərdişə gəlmək istəyir. Güc yoxdur. Taqət də qalmayıb bunda. Ona görə buyururlar ki, cavan insan, gənc insan gənclik dövründə nə qazandısa qazanıb. Həzrət Peyğəmbər buyurur ki, tövbə yaxşıdır. Tövbə eləmək yaxşıdır. Hər halda yaxşıdır. Qoca vaxtında da yaxşıdır. Amma cavanlıqda lap yaxşıdır. Niyə? Çünki Allah deyir ki, Allah bunu sevir. İnnəllaha yuhibbuş-şab əl-abid yuhibbuş-şab ət-taib. Allah deyir, sevir. Tövbə edən cavanı sevir. İbadət eləyən cavanı sevir. Və bu belə. Və gənclər günü idi deyənə bir neçə hədis də inşallah oxuyacam. Vaxtınızı çox almayacam. Özümdə də biraz yorğunluq var. İnşallah birinci xütbəni burada saxlamaq istəyirəm. İkinci xütbədə də bir neçə nüansa toxunub inşallah zəhmətimiz tamam olacaq. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fasalli li rabbika vanhar inna şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim. Peyğəmbər və ali peyğəmbərə salavat zikr eləyək. Allahumma salli ala Muhammad və ali Muhammad acil haraca. Varis o varislər dünyasını dəyişmiş, alimlər, abidlər, şəhidlər, siddiqlər, ruhları şad, salavat zikr eləyək. Allahumma salli ala Muhammad və ali Muhammad. Məscid, mənbər inşa eləyənlər, məxsusən bu məscidi mənbər inşa eləyib, haqq dünyasında olanlar var, istirahət ruhları haqqında salavat zikr eləyək. Allahumma salli ala Muhammad və ali Muhammad və accil faraca. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil amin. Habibi ilahina ve tabibi nüfusina bil Qasimi Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ala Muhammed. Ve ala Aliyin emiril mu'minin ve ala Fatimete Zahra ve ala Hasani vel Hüseyin ve Ali ibn Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali ve Hüccetil Qaimil Mahdi.
وعجل فرجا. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. أوصيكم ونفسي بتقوى الله. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Dedik ki, İnsan cavanlığının qədrini bilməlidir, gəncliyinin qədrini bilməlidir. Bir gənc əgər imkan var ikən nəfsinə yox deyir, istəklərinə yox deyir, o istəklər ki, hücum gətirib buna, artıq bunun içərisində tuğyan eləyir. Bir var ki, insan istəyənə isə, bir də var ki, istəmir. Artıq istəklər bunda tuğyan eləyir, içərisində tuğyan eləyir. Hər bir insan bunu təsdiqləyir ki, nəfs, istək, tuğyan eləyəndə onun qabağını heç nə ilə almaq olmur. Məsəl üçün, dərya dalğalanır, böyük bir dalğa gəlir, özdə o dalğa təsəvvür edin, gəlir bir yaşayış massivini yürür aparır. Onun qabağını nə ilə salmaq olur, deyir, yox. Nəfs də bu cürdür, istəklər də bu cürdür. Bir var ki, insan nəyisə istəyir, bir də var ki, o istəklər artıq bunun içərisində tuğyan eləməyə başlayıb. Deyir, o tuğyan eləyəndə bunun qabağını heç nə ilə almaq olmur. Bəziləri deyir ki, ağıl, deyir, yox. Ağlı da vurur, keçir o tərəfə. Bəziləri deyir ki, elm, deyir, yox. Elm də bunun qabağında aciz olur. Elmi də vurur, atır. Heç nə ilə deyir ki, almaq olmur bunun qabağını. Deyir, bəs bunun qabağını nə ilə almaq olur? Deyir, bunun qabağını bir dənə şeylə almaq olar, o da imandır. O da imandır. Ağıl, elm acizdir bunun qabağında. Yəni, onlarla yanaşı iman olmalıdır. İman olmalıdır ki, bu tuğyan eləyəndə bunun qabağını alasan. Onun gücü, ağılın, elmin gücü çatmır ki, o tuğyankarın qabağını, tuğyan eləyən nəfsin qabağını alsın. Yeganə şey ki, o nəfsin tuğyanının qarşısında dayana bilər, deyir, o imandır. Quran-ı Kərim buyurur ki, o adamlar ki, iman gətiriblər, onlar deyib, mağaraya sığındılar. Onlar deyib, mağaraya sığındılar. Deyir, onlar cavan idilər. İz əvəl fityətu iləl kəhv. Kəhv surəsindədir. Deyir, o cavanlar mağaraya sığındılar. Əshab-ı Kəhvdən söhbət gedir. Həzrət İmam Sadiq əleyhissalam deyir ki, axı onlar orada o mağaraya sığınanlar qocaydılar. Allah Teala niyə görə deyir ki, o cavanlar mağaraya sığındılar? Ardic ağa buyurur ki, çünki onlar Rəblərinə iman gətirmişdilər. Onlar Rəblərinə iman gətirmişlər. İman hər zaman insanı deyir, cavan saxlayır. İman hər zaman ruhu cavan saxlayır. Biraz cavanlıqdan danışdıq, yaşlılarımız inciməsin. Deyir, kim ki iman əhlidir, ayəyə əsasən özümdən demirəm ha. Həzrət İmam Sadiq əleyhissalam sual verdi ki, cavan kimə deyirlər? Səhabə sual verdi. Səhabiyə sual verdi İmam Sadiq. Səhabə deyir ki, orta yaşlı insana. İndi 20, belə deyək də, bizim konstitusiyon qanununda 35 yaşınacan gənc sayılır. Məsəl üçün, Milli Elmlər Akademiyasında gənc alimlər deyəndə 35 yaşı tamam olan şəxslərə 35 yaşa qədər hamısı gənc alim sayılır, belə deyək. Deyir ki, cavan kimə deyirlər? Deyir, o səhabə deyir, İmam Sadiqin sualının cavabı deyir ki, o orta yaşlı insana. Deyir, bəs Allah Teala Quran-ı Kərimdə buyurur ki, o cavanlar mağaraya sığındılar. Onlar ki, cavan deyildilər, onlar qocaydılar, yaşlıydılar. Niyə görə Allah Teala orada deyir ki, onlar mağaraya sığındılar, onlar cavan idi? Həzrət deyir, arxasıca bunu buyurur ki, çünki onlar deyir, Rəblərinə iman gətirmişdilər. İman, təqva insanı cavan saxlayır, insanın ruhunu cavan saxlayır. Amma söz bundan gedir ki, gənclikdə o iman olsa, təqva olsa lap yaxşıdır. Gənclikdə iman qabağını saxlaya bilir nəfsin tuğyanının. Ona görə buyurur ki, imanı indidən toplayın ki, qabağını saxlaya biləsiniz nəfsinizin.
İmanı indidən toplayın ki, qabağını saxlaya biləsiniz. Hədisi qüdsi var. Allah buyurur ki, o cavan ki, nəfsini haram istəyinə yox deyir və gəlir ibadətə, Allah buyurur ki, mən Allah 99 siddiqin savabını ona verərəm. 99 siddiqin. Deyir, siddiq kimə deyirlər? Deyir, Allah Teala Qur'an-ı Kərimdə siddiqin adını şəhidlərlə yanaşı çəkir. Bir yerdə siddiqlərin adını peyğəmbərlərlə yanaşı çəkir. Siddiq, Həzrət Əleyhisselamın bir adı Siddiqdir. Sonra Qur'an-ı Kərimdə Yasin surəsində Ali Yasindən danışır. Nəccar oradan danışır. Deyir, o siddiq idi, onu şəhid elə oradan danışır da. Deyir, o cür siddiq kim? Həzrət Əleyhisselam. Siddiq kim? O Ali Yasin, Nəccar. Deyir, o cür 99 dənə siddiqin savabını yazaram o cavana ki, o nəfsinə yox deyir və mənə ibadət edir. Bir başqa hədisi qüdsüdə Allah buyurur ki, ey mənə xatir nəfsi istəyini kənara qoyub mənə ibadət eləyən cavan. Mən səninlə fəxr eləyirəm. Sənin mənim yanımdakı məqamın mələklər kimidir. Sən mənim yanımda mələklərdən birisən. Fəxr edir Allah, fəxr edir həmin o cavanla. Deyir ki, sən mənim mələklərim kiminsən? Mələklərlə deyir ki, bu cavan. Günahı eləyə bilərdi, amma o günahı eləmədi. Günahdan çəkindi. Düzdür ya, yaşlı adam da günah eləyə bilər. Amma daha onun indi o taqəti qalmayıb da o günah eləməyə. İstəyi də olmur, həvəsi də olmur. Onun üçün Allah Teala deyir ki, o cavanın ki, günah eləmək, istəklərinin tüğyan eləyən vaxtıdır. O tüğyan eləyəndə yox deyir, mənə tərəf gəlir. Onun qiyməti daha çoxdur. Məsəl üçün, elə bir ki, birinin səhhətində bir problem var, vaxtında yeyirdi müəyyən şeyləri. Amma indi məsəl üçün bir xəstəliyə düçar olub, deyirsən ki, süfrədə hər şey var. Ondan yox, mən olmaz, həkim qoymur məni. Amma vaxtında çəkinsəydi, onun qiyməti daha belə deyək, üstün olacaqdı, övla olacaqdı. İndi ki, xəstədir və yaxud da bəzən görürsən ki, biri belə deyək də, ümumiyyətlə insan ömrünü iki hissəyə bölür. Cavanlıq və qocalıq dövrü. Elə başa düşür ki, birinci hissə cavanlıq dövrü eyşi işrətdən ibarətdir. İbadət, itaət qocalıq dövrə aiddir. Məsəl üçün, birinə deyirsən də, indi görmüsünüz. Filan yaşa çatım, inşallah qılacam. Filan şey olsun, filan şey olacaq. Deyirsən, niyə eləmirsən? Yox, hələ tezdir, hələ cavanam. Elə bilir ki, insan iki hissədən ibarətdir. Cavanlıqda eyşi işrət dövrüdür, qocalıq isə ibadət itaət dövrüdür. Yox, cavanlıqda əgər gedməsin, qocalıqda gəlib ora çıxmaq belə çətindir. Düzdür, Allah indi lütf eləyir, Allahın müəyyən o nəzəri olur, lütfü olur ki, və yaxud da cavanlıqda həmin o insanlar ki, yaşlı vaxtında hidayət olublar, cavanlığında nəsə olub ki, onun o işartı olub, qəlbində nəsə olub ki, bağlılığı olub, İndi Allahla, Allahın dostları ilə bir bağ atıb arasında ki, Allah Teala belə deyək, hidayət eləyir onu müəyyən bir vaxt yaşda. Həzrət İmam Cəfər Sadiqdən hədis var. Deyir, mən cavanı iki halda görmək istəyirəm. Alimən, əv mütəallimən. Mən cavanı iki halda görmək istəyirəm. Ya alim, ya da ki, öyrənən halda. Öyrənən halda görmək istəyirəm. Bu iki haldan deyir, qeyri halda görəndə məyus oluram deyir. Ya alim olmalıdır, ya da mütəallim yəni öyrənən olmalıdır. Ya alim olsun, ya da öyrənən olsun. Ağa buyurur ki, bundan o tərəfəsi, deyir, alim ola bilmirsənsə, heç olmasa öyrənən olsun.
Bəzən baxırsan cavanlara, görürsən ki, o qədər müəyyən o vasitələrdən istifadə olunur ki, sosial şəbəkə kimi müəyyən, kitab oxumağa, nə bilim, müəyyən o məsələlərdə ciddi yanaşmırlar. Ciddi yanaşmırlar. Boş-boş şeylərə çox vaxt ayırırıq, belə deyək, özümüz də onun içərisində. Amma Həzrət İmam Cəfər Sadiq ağa buyurur ki, 2 dənə halda görmək istəyirəm cavanı. Ya alim olmalıdır, ya da ki, öyrənən olmalıdır. Axtarmalıdır, araşdırmalıdır, öyrənməlidir. Ən birinci tövsiyə budur ki, hədislərdə buyurur ki, cavanlığınızdan müğayət olun ki, nə qədər yaxşı vərdişlər var, özünüzdə məşq eləyin onları. Yaxşı dost tapın özünüzə. Çünki o sizin gələcək taleyinizdə çox təsirlidir. Gələcək taleyinizdə çox təsirlidir. Onun elə təsiri var, hətta qiyamətin günü, qiyamətdə insanlar olacaq ki, öz dostlarını təqsirkar biləcəklər. Öz dostlarını təqsirkar biləcəklər. Öz, belə deyək, zəlalətlərinin səbəbini deyəcəklər ki, sən elədin onu. Zəlalətə düçar olub, deyəcək ki, mən ilahi bilmirdim. Ona dostluq et, o elədi. Atacaq sənin üstüvə. Yazırlar bir yerdə insan təəssüb çəkəcək, peşmançılıq çəkəcək. Hətta Quran-ı Kərimdə ayə var, deyir ki, 2 əlini yiyəcək insan təəssübdən, peşmançılıqdan. 2 əlini yiyəcək. Kaş o filan kəsi özümə dost bilməyəydim, deyəcək peşmançılıqdan. Ya leytəni, ey kaş, belə ayələr var Quran-ı Kərimdə. Ey kaş filan kəsi dost bilməyəydim özümə. Ey kaş bilməyəydim. Bəzən onlar insan təəssüblənər, təəssüb keçər, peşmançılıq çəkər, təəccüblənər, nəyəsə, əlini, barmağını ağzına apar. Deyir, yox, Quran-ı Kərim deyir, 2 əlini yiyəcək. İnsan 2 əlini yiyəcək təəssübdən, peşmançılıqdan. Ey kaş filan kəsi dost bilməzdim özümə. Bu cür olardı. Bəli, din sağlam əyləncəyə qarşı deyil, sağlam əyləncə olacaq. Amma əfsuslar olsun ki, bayaq dediyim kimi, bu günləri sosial şəbəkələrdə çox vaxt keçirilir. Boş-boş müəyyən məsələlərə, belə deyək, vaxtlar ayrılır. Orada yararsız işlərə, hər bir şeyin belə pis və yaxşı bir tərəfi var. Məsəl üçün, bu günləri elə məsələlər var ki, əlimizin altındadır. Məsəl üçün, sualı yazırıq, çıxır cavabı. Düzgün olanları da var, indi müəyyən fərqlərlə olanları da var. İnsan tapa bilir. Amma bəzən görürsən ki, o şeylərdən pis vərdişlərdən ötürü istifadə olunur. Müəyyən o pis məsələlərdən ötürü istifadə olunur. Bu da xoşa gələn bir şey deyil. Çünki bizim üçün yaranıbsa, Allah bir neymət olaraq bəxş eləyibsə, o neymətdən düzgün şəkildə istifadə eləmək lazımdır. O neymətin qədrini bilmək lazımdır. O gözün nurunun qədrini bilmək lazımdır. Ruhun enerjisinin, bədənin enerjisinin qədrini bilmək lazımdır ki, vaxt başında pis vərdişlərdən aralanıb yaxşı vərdişlərə üz tutmaq istəsək, o yaxşı vərdişləri həyata keçirməyə enerjimiz qalsın, enerjimiz olsun. Bir də haqqın müqabilində, gənclik haqqında danışırdıq, haqqın müqabilində təslimçilik ruhu cavanlarda çoxdur. Haqqın müqabilində təslimçilik ruhu cavanlarda çoxdur. Cavan, yəni tez haqqı qəbul eləyər. Müəyyən insanlar, müəyyən məktəblər, müəyyən ideologiyalarda o cavanın, belə deyək, saflığın bilir, yaxşılardan İraq, ki, İslamdır, dindir, məsəl üçün, bu bilir, düzgün şəkildə maarifləndirir, inkişaf elətdirir. Bəzi məsələlər, bəzi insanlar, bəzi qruplar, insanlar var ki, ideologiyalar var ki, gənclərdən özlərinin mənfi niyyətlərinə görə istifadə edirlər. Çünki bilir ki, gənc safdır. O, dediyimiz kimi, o hədisdə deyir, o saf bir əkilməmiş sahədir, ona da toxum töksün, onu düzəldəcək. Təbii ki, negativ, mənfi enerji, müəyyən mənfi toxum əksün, mənfi bar verəcək o. Müsbət olsa, müsbət olacaq. Və haqqın müqabilində təslimçilik gənclərdə, belə deyək, daha güclüdür.
İnsan var ki, biraz ona haqqı başa salmaq çox çətin olur. Görürsən ki, yaşı ötüb keçib, onda müəyyən məsələlər inadlaşıb, daşlaşıb, onu vurub dağıtmaq belə çətindir. Amma gənc insanda haqqı deyəndə onun başa düşməsi daha rahat olur, o daha rahat qavraya bilir. Və bəzi işbazlar da bundan istifadə edib gəncləri, belə deyək, mənfi yollara da aparıb çıxarda bilirlər. Məsəl üçün, vay o gündən ki, insan müqəddəs adlar altında İslama ləkə olan işlər görsün. Var. Bir neçə ildir İslamın bağrına basılan o, belə deyək, müəyyən o təriqətlər, Allah-u Ekber deyib baş kəsənlər. İnsan ona görə gənc oxumalıdır, bilməlidir, mariflənməlidir ki, müqəddəs adla o işi görməzlər. Əgər düzlüyü varsa, Peyğəmbərin yolunu gedilən bir yoldursa, Peyğəmbərimiz heç vaxt, belə deyək, o işlərə əl atmayıb. Çünki Quran-ı Kərim buyurur ki, ən gözəl nümunə Həzrət Peyğəmbərdir sizə. Həzrət Peyğəmbər nə vaxt o cür iş görüb? Heç bir vaxt. Və belə deyək, o məktəblər, o ideologiyalar daim gəncləri alladanda da batil sifəti ilə alladmırlar. Çünki heç kim oğurluğu qəbul eləmir. Heç kim, üzr istəyirəm, zina eləməyi düzgün sayılmır. Əgər çılpaqlığı ilə, günahlığı ilə tərənnüm eləsin, heç kim ona getməyəcək. Bəli, batilə haqq donu giyindirib, bu haqdır deyənə, cəmiyyətə sırmağa çalışır ki, müəyyən o dəstələr, onda artıq o gənc anlanır ona. Çünki safdır, təmizdir. O başlayır müəyyən o yollara düşməyə. Ki, bu yaxınlarda 3 dənə gənci mənim çox ürəyim ağrıdı o məsələlərdə. Əbu Mücahid adında, filan adında, filan bir səfirliyə onlar hücum eləyəcəkdilər. Bizim təhlükəsizlik xidməti tərəfindən onlar zərərsizləşdirdilər. Ki, onlar həmin o dəstədən, belə deyək, güc alanlar idi, oradan maliyyələşən insanlar idi ki, onlar başladılar, orada özə deyir, biz Allaha xatir müəyyən, sən günahsız insanın canına qıyırsansa, orada sən heç bir günahı olmayan, günahı olan varsa, olmayan da varsa orada, sən necə Allaha xatir bir işi görə bilərsən? Özdə bu işi Allah adı qoyub eləmək, bu işdə Allahın da haqqına girmək, Allahın adından bu işi yerinə yetirmək. Bunlar heç də düzgün olan bir məsələlər deyil. Bunlar nə İslam, əsl İslam dinində, həqiqi İslam dinində bu yoxdur. Biz danışmışıq, cihad ondan qaynaqlanmalıdır ki, cihadın kökündə eşq olmalıdır. Cihadın kökündə məhəbbət olmalıdır. Bəli, müəyyən bir dəstə, müəyyən bir mənim insanıma, vətəndaşıma, insanıma təcavüz eləyirsə, onları incidirsə, mənim də vətəndaşıma, din qardaşıma, mömin qardaşıma, müsəlman qardaşıma canım yanır, məhəbbətim var, eşqim var deyənə o təcavüzkarla ona görə vuruşuram. Deməli, cihadın kökündə məhəbbət dayanır, eşq dayanır. O cihadın kökündə nifrət var, xurafatçılıq var. İslam bu cihaddan kənardır. İslam bu cihadı dəstəkləmir. İslam bu cihada qarşıdır. İslam o cihadı sevir ki, onun, belə deyək, kökündə eşq, məhəbbət yatır. Musa əleyhissalamın cihadı eşq, məhəbbət idi. Niyə görə? Çünki görürdülər ki, müsəlmanları, insanları başqa bir Peyğəmbərin dinindən çıxardıb, başqa bir dinə tərəf aparırlar. Bu günləri burada məsciddə biz düz namaz qılırıqsa, məscidlərimiz varsa, ta oradan bura qədər İmam Hüseyin əleyhissalamın boynumuzda haqqı var. Çünki o qorudu dini. Onlar həmin adamlar idilər ki, onun atası, dədəsi, o həmin insanlar idilər ki, balqabağı üzü qibliyə deyir, kəsib Bismillah deməlisən. Belə bir fətvalar verirdilər. Həzrət Əleyhisselam dedilər ki, o elə şeylərə aid deyildir Həzrəti Peyğəmbərdir. Ona görə də düzgün bilmək lazımdır. Vay insanın səhv salmağın əlindən. Vay insan haqqı neynəsə səhv sala. Deyir, bir günləri biri getdi Məkkiyə, dedilər ki, Qaradaşı öpdün. Bilirsiniz də, həc əməlləri arasında müstəhəb əməllərdən biri də Həcərul Əsvədi öpməkdir. Dirək öpdüm, amma arxadan başıma o da daşlar dəydi. Demək, gedib o şeytan daşlamaqla o Qaradaşı səhv salıb, gedib o Cəmərə-i Nəml hansını öpüb.
Cəmərə-i Kəbir, Cəmərə-i Səğir, Cəmərə-i Osət vardı. 3 dənə o daş atı simvolik olaraq. Bu gedib qarar daşı öpməkdən o şeytanı daşlayırlar, o şeytanın daşını öpüb. Onu deyir, öpdüm ya, ancaq arxadan o qədər daş dəydi başıma. Hə. Nədəndir? İnsan səhv var. İndi bu gülmək üçün olsa da, amma bunun kökündə bir müəyyən ibrət dayanır. Nədir? İnsan səhv salanda bu arxadan elə daş dəyir ona. Aldanırlar, gedirlər, vay bir gün onda ayılır ki, bu gənc müəyyən yaşasa da mən səhv eləmişəm. Qiyamət, bəziləri heç burada da ayılmır, gedir, düşür qiyamətə, görür cəhənnəmdədir. Bəs mənə demişdilər ki, özünə bağla bombanı, get filan yeri partlat, cənnətliysən, gəlib düşür, Allah deyir ki, sənə kim icazə verilmişdi ki, cana qıyasan? Kim sənə icazə vermişdi? Orada o qədər günahsız insan var idi, onların nə idi günahı, sən gəlib belə elədin? Birdən ayılır ki, vay, mənə alladıblar. Həzrət, ona görə də gənclərimiz ayıq olmalıdır, sayıq olmalıdır, araşdırmalıdır, bilməlidir, kimin dalıcan gedir onu bilməlidir, kimdən söz soruşmaq lazımdır onu bilməlidir. Mən bir dəfə bu ayəni demişəm, innəl insana, yox, üzr istəyirəm, bir ayə var Quran-ı Kərimdə, insan yediyinə fikir verməlidir, təamına fikir verməlidir. Baxmalı ki, nə yiyir. Burada məqsəd o qabdan yeməyi söhbət kimi, yəni kimdən maarifləndirsən, kimdən elm alırsan, kim sənin yol göstərənindir, onun getdiyi hansı şəxsin dalıca o getdi, sənin ustadın, müəllimin, o özü kimin dalıcan gedir. Bunlara baxmalısan, araşdırmalısan və bugünkü mövludu olan şəxs Həzrəti Əli Əkbər ağa, bir dənə onun fəzilətindən deyim, zəhmətimiz tamam olsun. Buyurur ki, bilirsiniz də Kərbəlada şəhid oldu. Kərbəlada yolda gedirlər, İmam Hüseyin İslam çıxıb yolda gedir. Deyir, bir günləri yol gedəndə Həzrəti yuxu tutur, mürgüləyir. Aylanda qayıdır, deyir ki, inna lillah və inna ileyhi raciun. Həzrət Əli Əkbər ağa buyurur ki, İmam Hüseyin Aleyhisselama ki, ata, nə oldu? Nə baş verdi o ayəni oxudun? Biz Allahdan gəlmiş, Allah'a da qaydacağıq. Deyir ki, yuxuda yatdım, yuxuda gördüm ki, biz hamımız ölümə tərəf gedirik, şəhid olacağıq. Orada demir, bu cür qaydı deyir ki, ata, biz haqq üzrə olacağıq. Deyir, əlbəttə ki, hətta onda ölümdən qorxmaq nə? Heç bir problem yoxdur. Ölümdən qorxmağa ehtiyac yoxdur. Əgər biz haqq üzrəyiksə, bu yolda canımızdan, qanımızdan keçəcəksə, onda heç bir məsələ. Əsas odur ki, burada nə başa salmaq istəyir? Başa salmaq istəyir gənc, mömin, diqqətli ol. Qanundan, canundan da keçəndə bax gör nəyin uğrunda keçirsən. Əsas odur ki, o haqqın üzərində olasan. Oradan sapmayasan, oradan ayrı düşməyəsən. Deyir, biz haqq olacaq, deyir, bəli. O şəksiz və şübhəsiz ki, deyir, onda ölmək heç bir Həzrəti Qasım Əleyhisselam. Dedi ki, ölüm baldan da şirindir məncə. Niyə görə? Çünki bilirdilər ki, kimin yanındadılar. Bilirdilər ki, hansı ocaqdan çıxıblar. Bilirdilər ki, kim yetişdirib bunları. Budur məsələ. Birini allatdılar Siffeyn müharibəsində. Gənc adam idi. Oturub Quran-ı Kərim oxuyur. Həzrət Əleyhisselam baxdı qıraqdan, gördü ki, bu gənci alladıblar. Muaviyə tərəfdən alladıblar. Muaviyyənin tərəfində Əbras var idi, hiləgər idi. Hilənin anası idi. Gəldi, dedi ki, niyə görə vuruşursan Həzrət Əleyhisselamla? Özü sual verir, ha. Deyir ki, bizə Şamdan gəlib də. Deyir, bizə dedilər ki, Əli namaz qılmır. Dedilər, namaz qılmır, deyir, hə, bizə dedilər ki, o namaz qılmır. Baxdı, gördü ki, bunu anladıblar. Var da elə eləyirdilər ki, o vaxtı Həzrət Əli Əleyhisselamdan bağlı. Qayıtdı, deyir ki, görürəm, Quran oxuyursan, Quranı bilirsən də, deyir, bəli, bilirəm. Deyir, Quranda bir dənə surə var, desən bilərsən, deyir, bəli, bilərəm. Deyir, Quranda Nəbə surəsi var, bilirsən onu, deyir, bəli. Deyir, onun ilk iki ayəsi var. Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim, Əmmə yətəsəəlun,
ənin nəbə'il azim. Deyir, bu ayələri bilirsən? Deyir, bəli, bilirəm. Deyir, Allah Teala orada nə deyir? Deyir ki, bir gün sizdən soruşulacaq. Əmmə yətəsəəlun. Ənin nəbə'il azim. Nə haqqında? Böyük xəbər haqqında. Deyir, bilirsən ki, o ikinci ayədə böyük xəbər kimdir? Deyir, yox, bilmirəm. Deyir, o böyük xəbər. Vallah, ənə nəbə'il azim. O böyük xəbər mənəm. Sənsən? Bəli, mənəm. Mənə belə deməmişdilər, mənə aldatmışdılar. Bax, bu cür olur. Həzrət Əleyhisselam orada onu başa salır, götürür, qılıncın götürür, gəlir, keçir Həzrət Əleyhisselam tərəfinə. Və bu cür bilməmək, haqdan, haqla batili, belə deyək, batili yox, haqqa bənzər batili səhv salmaq insanı uçurma aparırdı. İnsan biraz araşdıranda, qulaq verəndə, biləndə artıq həm dünyasını qazanır, həm də axirətini qazanır. Allah-u Teala'ya and verək, izzət və cəlali xatirinə. Allah-u Teala bu günləri bizlərə mübarək qərar versin. Allah-u Teala gəncliyimizi xeyirli yerlərdə xərcləməyi bizlərə nəsib eləsin inşallah. Allah-u Teala ömrümüzün sonuna qədər öz qapısında, Peyğəmbərinin, Əhl-i Beytinin qapısında bizləri sabit qədəm eləsin inşallah. Allah-u Teala bu mövlud günlərini hamısını bizlərə mübarək eləsin. Qarşıdan zamanı imamımızın mövlud günü də gəlir. İnşallah ayın 3-ü, fevral ayının 3-ünə təsadüf eləyəcək. Axşam fevral ayının 3-ü bu məsciddə məclisimiz olacaq, ehsan süfrəmiz də olacaq. Burada olanlar, burada olmayanları dəvət eləyə bilərlər. İnşallah ki, hər biriniz dəvətlisiniz. Allah Teala qəbul etsin, Allah Teala hər birinizdən razı olsun. Fevral ayının 3-ü inşallah ki, İmam Zaman Aleyhisselam mövlud tədbiri olacaq, hər biriniz dəvətlisiniz. Peyğəmbər və ali Peyğəmbərə sələvat zikr eləyək. Allah